Məlum olduğu kimi, təhsil və tibb müəssisələrində, habelə sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qidalanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş qida normalarına əsasən təşkil olunur. Yeni normaların hazırlanması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tibbi ərazi bölmələrini idarə etmə birliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və yaşayış minimumu haqqında qanuna dəyişiklik edilməsi barədə müvafiq layihələr hazırlanıb. Layihələr hazırlanarkən sahəvi qanunvericilik aktları təhlil edilib. Həmin qanunvericilik aktlarına uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktların tətbiqi təcrübəsi araşdırılıb. Yaşayış minimumu haqqında qanuna uyğun olaraq minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında Nazirlər Kabineti tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.